Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə aparılan humanitar mina təmizləmə fəaliyyətləri ilə bağlı növbəti həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə fevralın 2-dən 8-nədək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında mina təmizləmə əməliyyatları intensiv şəkildə davam etdirilib. Həmin dövr ərzində mina təmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 97 ədəd piyada əleyhinə mina, 8 ədəd tank əleyhinə mina və 223 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bundan əlavə aparılan əməliyyatlar nəticəsində 669,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan tam şəkildə təmizlənib. Təmizlənmiş ərazilər müvafiq təhlükəsizlik standartlarına uyğun olaraq yoxlanılaraq istifadə üçün yararlı hala gətirilib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə humanitar mina təmizləmə tədbirləri əhalinin təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, bərpa və yenidən qurma işlərinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. ANAMA bu istiqamətdə dövlət qurumları və tərəfdaş təşkilatlarla birgə fəaliyyətini davam etdirir.